Martın 4-də Yeni Azərbaycan Partiyasının və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Yeni Reallıqlar və Müasir Azərbaycan aktual çağırışlar fonunda gələcəyə baxış mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Tibb Universitetinin inzibati binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq önünə güldəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli önəmli geostrateji məkanda yerləşən Azərbaycanın bugün dünyada sabitlik adası kimi tanındığını deyib. O bildirib ki, müstəqil Azərbaycan çətin sınaqlardan keçib, ölkəmizin yüksəlişinə böyük zəhmət sərf olunub. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi qətiyyətli siyasətlə Azərbaycanı bütün təhlükələrdən xilas edərək inkişaf yoluna çıxardı. Ulu Öndərin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gəray Gəraybəyli onu da qeyd edib ki, müəyyən xarici dairələr ölkəmizin uğurlarını həzm edə bilmirlər. Ona görə də müxtəlif vasitələrlə təzyiq göstərməyə cəhd edirlər. Həmin dairələr gənclərimizi də zərərli ideoloji istiqamətlərə yönəltməyə çalışırlar. Lakin vətənpərvər Azərbaycan gəncliyi hər zaman ayıq-sayıqdır. Çıxış edən YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov, müasir müstəqil Azərbaycan dövlətinin şərəfli inkişaf yolu keçərək tərəqqi və zəfər zirvəsinə yüksəldiyini bildirib. Müstəqilliyin bərpasından sonraki ilk illərdə ölkəmizin bir dövlət kimi mövcudluğu sual altında idi. Bəzi qüvvələr Azərbaycanın parçalanması istiqamətində məqsədli fəaliyyət göstərirdilər. Xalqımızın yeganə ümid yeri isə dahi şəxsiyyət Heydər Əliyev idi. 1992-ci ildə 91 nəfər ziyalının Ulu Öndərə müraciət etməsi və müdrik dövlət xadiminin bu müraciətə müsbət cavab verməsi nəticəsində Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın təlatümlərdən qurtularaq inkişaf yoluna çıxmasını şərtləndirdi. Tahir Budaqov ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycana qarşı yönəlmiş məkirli planların qarşısının məharətlə alındığını və xalq iqtidar birliyinin təmin olunduğunu söyləyib. Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirməkdədir. Tahir Budaqov əlavə edib ki, Azərbaycanın möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyü və mütləq suverenliyin bərpasına nail olması xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir. Müstəqil siyasət həyata keçirən, dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bugün nəinki regionda, daha geniş coğrafiyada söz sahibi olan bir dövlətdir. Ölkəmiz sülh diplomatiyası həyata keçirərək bölgədə yeni siyasi konfigurasiyanın qurulmasında aparıcı rol oynayır. Eyni zamanda Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir. Tahir Budaqov ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyini söyləyib. YAP Nəsimi rayon təşkilatının təsis konfransının Azərbaycan Tibb Universitetində keçirildiyini xatırladan Tahir Budaqov, bu ali təhsil ocağının hər zaman nümunəvi fəaliyyəti ilə seçildiyini və bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski Azərbaycanda 2026-cı ilin şəhərsalma və memarlıq ili elan olunmasının əhəmiyyətindən və ümummilli liderin bu sahədə əvəzsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə 1969-cu ildən etibarən Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda, xüsusilə Bakıda möhtəşəm şəhərsalma işləri həyata keçirilib. Yeni ərsəyə gətirilən tikililərdə daha çox milli memarlıq ənənələrinə üstünlük verilib. Cari ildə isə şəhərsalma və memarlıq ili çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanı bu baxımdan dünyaya daha yaxından tanıdacaq.
Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsinin 3-cü kurs tələbəsi Azərin Şükürlü çıxışında bildirib ki, bugün Azərbaycan gənclərinə təhsil almaq, öz potensialını reallaşdırmaq və inkişaf etmək üçün yaradılmış imkanlar gələcək inamı daha da möhkəmləndirir. Bu inamın arxasında güclü dövlət siyasəti və ardıcıl inkişaf strategiyası dayanır. O, Yeni Azərbaycan Partiyası sıralarına qoşulmasının onun üçün sadəcə siyasi seçim deyil, eyni zamanda şüurlu və məsuliyyətli qərar olduğunu deyib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 29 sentyabr tarixli sərəncamı ilə təltif olunmuş Rafiq Musa oğlu Məmməd Həsənova 2-ci dərəcəli əmək ordeni təqdim olunub. Daha sonra partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvülük vəsiqələri təqdim olunub. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Sonra konsert proqramı təqdim olunub.